Mehriban müəllimlərimiz, bizim bu tədbirimizə xoş gəlmisiniz. Tədbirimizi açıq elan edirik. İndi isə Azərbaycan Respublikası Dövlət Himni səsləndirir. Bugün şagird həyatının son gününü yaşayan məzunlarımızı gələcəkdə Azərbaycanın adını şərəflə daşıyacaq gəncləri təlimimizə dəvət edirik. Dökülün Vətən müharibəsində torpaqlarımızın azadlığı, vətənimizin müstəqilliyi uğrunda canları fəda etmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edin. Gəlin sözü məktəbimizin direktoru Surxay Hüseynova verək. Hörmətli müəllimlər, əziz valideynlər, dəyərli qonaqlar və sevimli şagirdlər. Bugün bura son zəng tədbiri üçün yığılmışıq. Öncə sizin hər birinizi səmimi qəlbdən salamlayır, 11-ci sinif məzunlarımıza uğurlar arzu edirəm. Elm öyrəndiniz, bilik öyrəndiniz. Və düşünürəm ki, 11 ildə siz çox şeyə nail oldunuz və siz indi həyata hazır bir vətəndaş kimi yetişirsiniz. Və eyni zamanda bugün bu tədbirdə bizim 1-ci sinif şagirdləri iştirak edir. Onlar üçün də bayramdır. Onlar ilk dərsini başa vururlar, yazmağı, oxumağı öyrəniblər. Təbrik edirəm hamınızı.